Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Sizləri salamlayıram. Şüvalan Parkın yaxınlığı dəniz yolunda 6 sot, 600 kvadrat, 6 sot torpağın içərisində 5 otaqlı, tam əşyalı 570 minə bir ev təqdim edəcəm sizə. Yenə deyirəm, Şüvalan dəniz yolu, Şüvalan Park, 2 dənə Bravo'nun yanı, aptek, McDonald'sın yaxınlığından. Avtomatik olaraq pultla təchiz olunmuş darvaza bir maşın rahat yerləşən üstü bağlı qarajdır. Ondan əlavə olaraq oradan düz bura qədər maşın yerləşə bilər. Hətta kənarda da, o avtomatik olaraq darvazadan kənarda da 4 maşınlıq yer var. 4 maşınlıq yer var. Əzizim, bir daha söyləyirəm sizlərə, 5 otaqdır, tam əşyalıdır, 570 min manat. Evin tam mərkəzində burada, baxın, belə bir söhbətgah inşa olunub, yayqış mətbəxi, döşəməsi isti döşəmədir. Daxilində mətbəx mebeli yığılıb, qaz sobası, bütün şərait qurulub, hazırdır. Bunun bir işi də yaxşıdır ki, buradan bu tərəf arxa hissə, hovuzun yarısı, arxa hissəsi düşür görünməyən hissəyə, yəni həyətdən birbaşa darvazadan içəri adam girəndə orada görünmür. Həyət üçün nəzərdə tutulmuş orada sanitar qovşağı var, dəyərli izləyicilərimiz. Manqal, gözəl bir manqal inşa olunub, ağ kərpicdən, pişmiş kərpiclərdən. Evin arxası maşallah genişdir, qəşəngdir, kombi dolabı oradadır, kondisionerlər hamısı ora yığılıb. Buranın və hovuzun ayrıca özünün kombisi var, o orada dolabın içərisində yığılıb. Bura qonaq otağıdır, hamısı qalın pəncərələrlə təmir olunub, vitrin pəncərədir. Hər bir pəncərənin özünün torcuğu var. Buna nə deyirlər? Torcuqdur. Torcuğu var. Həyət, ev, bütöv olaraq suvarma sistemi çəkilib, işıqlandırması maşallah, gözəl bir işıqlandırması var. Yerdən 3 daş hündürlükdə inşa olunub. Burada yataq otağıdır, birbaşa həyətə baxır. Belə də baxıram ki, bütöv olaraq fırlanmaq olur. Kondisionerin burada da, biri də burada qoyulub. Bütün kameralar qoşulub, kamera nöqtələri hazırdır. 6 sot, 5 otaq, tam əşyalı 570 min manat. Buyurun keçək evin daxilinə. Bağlar satıldı, qutardı. Deyim ki, bağlar satılıb qutarıb. Yaxşı bağ qalmayıb. Deyirsiniz ki, mənə müştərilər zəng edir. Müştərilərim var, zəng edir ki, ev alan var, bağ alan var. Qurban sizə çatdıra bilmirəm. Yazmağa ki, satılıb, satılıb, satılıb. Allah hamıya xeyir versin. Keçək evin daxilinə. Ümumi giriş isə dəhliz geniş olanda siz bilirsiniz ki, mən çox sevinirəm. Çünki evin ümumi girişi ki, geniş, dəhliz geniş oldu, superdir, çox qəşəngdir. Sağ tərəfdə domofon, bəzənmə stolu, aşağısında 2 dənə dolab var. Sol tərəfdə divarda belə bir dolab yığılıb. Keçir içəri keçən kimi sağ tərəfdə ümumi sanitar qovşağı. Bunun yanında həyətə baxan yataq otağı. Həyətdə mən göstərmişdim. Pərdəni qaldırım yenə görəsiniz. Yataq otağının daxilində TV stand, bəzənmə stolu, sanitar qovşağı. Və qardirob otağı. Bütün mebellər hazırdır, hamısı yığılıb. Yaşamaq üçün burada qabdan, qaşıqdan, paltardan əlavə olaraq bugünkü gündə nə lazımsa hamısı qoyulub. Hamısı yerindədir, hamısı tərtəmiz, təptəzə. İkinci yataq otağı Elvin, buraları yandırmamışam. Buraları abi yandırmamışam, hamısının yanır, hamısı buralar yanır. Sonra bəzənmə stolların altında desən, bütün hamısının işıqlandırması var, hamısı yanır. Tez tələsik keçdim, yandırdım işıqları. Problem deyil. İnşallah müştərilərimiz gələndə hamısını bir-bir görəcəklər. Üçüncü yataq otağı uşaqlar üçün nəzərdə tutulmuş yataq otaqlarıdır. Görsən, qəşəng. Belə yaxşıdır, bir-bir yandırım göstərim. Deməli, evin içərisində 2 dənə kondisioner var. Biri burada yataq otağına qoyulub. Biri də qonaq otağında, bir də burada tam mərkəzdə var. Burada mətbəx otağıdır, əzizlərim. Mətbəx otağında bütün hamısı mebel yığılıb, qəşəng, 3 mərtəbəli mebeldir. Mebel rəngi də maşallah qəşəngdir. Görüntü
birbaşa həyətədir, gözəl bir görüntüsü var. Üzbəüzündə, sağında, solunda gözəl bir bağlar var, hamısı ağacdır. Yerləşmə yeri də çox gözəldir, televizoruna kimi qoyulub. Bura çamaşırxanadır, evin daxilində yerləşən çamaşırxana. Paltar yuyan maşın bura, ya lazım olsa içərisinə bir dənə də yanına və yaxud da üstünə quruducu qoyarsınız. Wi-Fi xətti bura çəkilib, bütün kameraların xətti buradadır. Bu 4-cü yataq otağıdır. Bu yataq otağının özünün daxilində də sanitar qovşağı var. 2 dənə sanitar qovşağı yataqda, bir dənə ümumi sanitar qovşağı tam mərkəzdə, bir dənə də sanitar qovşağı həyətdədir. Buralar yanır, burada da kondisioner, televizor, TV stand, dolab var. Sonda isə sizə qonaq otağını təqdim eləyəcəm. Səhv bilmişəm, düzün deyim. Qonaq otağına kondisioner qoyulmayıb, oradakı yataq otağı, bir orada yataq otağı, bir də tam mərkəzdə kondisioner qoyulub. Maşallah geniş, böyük bir TV stendi var. Tam mərkəzdən böyük bir televizor qoyulub. Masa, yemək masası, divan, kreslo, hər şey gözəldir. Buranın görüntüsü qonaq otağının birbaşa hovuzadır. Əzizlərim, bir daha söyləyirəm, bu ev yerləşir Mərdəkan, Şuvalan yolu, Şuvalan parkın tam yaxınlığında. Mərdəkan Şuvalan niyə dedim? Mərdəkan bu zonaya gedəndə Vətən restoranından da bura gəlmək olur. Qiymət 570 min. Təşəkkür edirəm sizə.